Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bugün də yeni bir mövzuda qarşınızdayım və bizim bugünkü mövzumuz tələbələrin istər lise imtahanlarında, istərsə də necə deyərlər, qəbul tipli sınaq imtahanlarında əziyyət çəkdiyi mövzulardan biri olan cədvəllər mövzusudur. Əsasən mən cədvəllər mövzusunun qısa olaraq 3 sual nümunəsi üzərindən izah etməyə çalışacağam ki, imtahanda qəliz düşən sual tipləri, bu tip suallar olur, digər düşən suallar rahat tipli suallar olur. Orada yəni bir növ ya sudoku tipli suallar olur və yaxud da daha asan həll olunan, daha az vaxtda həll olunan misallar olur ki, onları mən yazıb nümunə göstərməyi sizə uyğun bilmədim. Və qəliz tipli olan bir neçə sual tipini sizə izah edəcəm ki, inşallah ki, bu sual tiplərini sizə öyrənməklə imtahanda necə deyirlər, uğurlar qazanarsınız və sizin uğurlarınızda mənim də bir kiçik də olsa pay sahibi olmağım mənim üçün xoş olar. Deməli, cədvəllər mövzusunda uşaqlar qarşılaşa biləcəyiniz sual tiplərindən biri budur ki, belə bir cədvəl sizə veriləcək və cəmlərini sizdən soruşacaq. Bu tip suallarda qətiyyən narahat olmuruq, biz verilənləri qeyd edirik. Necə? Bizə deyilir ki, A ilə B-nin cəminə verib 14. Yazıram A plus B bərabərdir 14. B ilə C-nin cəminədir 30. Yazıram bura 30. A ilə C-nin cəminədir 22. Yazıram bura nə? Yazıram 22. Mən bunların hər birini tərəf-tərəfə topladıqda 1A, 2A, burada 2 dənə A var. Yazıram 2A üstə gəl. 2 dənə B var, 2 dənə də C var. Bu cəm ümumilikdə mənə verir neçə? Bu cəm ümumilikdə mənə verir 66. Cəm ümumilikdə mənə 66-nı verir. Məndən nəyi soruşur? ABC-nin öz cəmini soruşur. Hər birində 2 vahid olduğuna görə mən 2-ni mötərizə xaricinə çıxarıb 2 vurulsun A plus B plus C yaza bilərəm. Bu halda 2-ni A plus B plus C-yə vurub 66 alıramsa, deməli A plus B plus C-nin cəmi nəyə bərabərdir? Bəli, 66 bölü 2, yəni 33-ə. Cavabımız bizim olacaq nə? 33. Yeni bir sual tipi ilə qarşınızda olaq. Bu tip sualı həll etmək üçün biz nələri bilməliyik? İlk öncə, bizə bir şərtdə belə verilməlidir ki, bu cədvəlin ya sətirləri, ya sütunları və yaxud da həm sətri, həm sütunu müəyyən bir ədədə bərabər olmalıdır. Əgər şərtdə bunlar verilməyibsə, bu tip sualları həll etmək çox çətin məsələdir. Bizim misalımızda şərt belədir ki, sətirlər və sütunlar 20-yə bərabər olarsa, AB-nin hasilindən A ilə B-nin cəminin fərqini tapın. Bu halda bizə sətir və sütunların cəmi 20 olduğu verilibsə, biz tez bir zamanda A-nı tapa bilərik. Necə tapacağıq? 7 üstəgəl A üstəgəl 11 bərabərdir 20-yə. Buradan alırıq ki, A nəyə bərabərdir? A bərabərdir 2-yə. İndi gəlin B-ni tapaq. A əgər 2-yə bərabərdirsə, bundan sonra 7, 8 bizə verilibsə, yazırıq 7 plus 8 plus burada boşluq var. Bunun da cəmi nəyə bərabər olmalıdır? 20-yə. Onda alırıq ki, boşluq nəyə bərabərdir? Boşluq bərabərdir 5-ə. Onda burada nə yazdıq? Burada 5-i biz qeyd eləmiş oluruq. Bundan əlavə, bizdə 7, 4, B verilibsə, onda biz bu sualda B-ni tapmaq üçün nə edəcəyik? Yazacağıq ki, 7 üstəgəl 4 üstəgəl B bərabərdir, yenə də 20 yazırıq. Bu halda nə alırıq? Alırıq ki, B bərabərdir, səndimə nəyə? B bərabərdir 9-a. Heç bizim 5-i tapmağımız elə də lazımlı olmadı. Bizim biz 5-i tapmaya da bilərdik. Mən düşündüm ki, bu formatı taparıq, sonra təzədən qayıdış edib B-ni tapardıq. Sonra ağlıma gəldi ki, elə tapmaq niyə ki, elə 7, 4 B-nin də cəmi bizə 20-ni verməlidir. Çünki 5, 4, 11 bizə cəmi 20-ni verdiyi üçün bu qaydada doğrudur. O halda B-ni tapdıq 9. Bizə deyir ki, hasilinlə cəminin fərqini tapaq. Yazırıq onda nə? 5 vurulsun 9, çıx nə? 5 üstəgəl 9. Bu da bizə verir 45 çıxılsın 14, bu da bizə verəcək nə? 31. Deməli, bu sualın cavabı oldu 31. Və salam. Bu qaydayla sual həll olunur. Üçüncü tip sual məsələsini həll etmək üçün isə, uşaqlar, bizə ABC-nin hasilini soruşur. Biz ilk olaraq qeyd edirik nəyi? Qeyd edirik ki, A-nın B-yə hasili bizə nə verib? Verib bizə 4-dür. Sonra B-nin C-yə hasilini bizə verib nə? 8. C-nin deməli A-ya hasilini verib, C-nin A-ya hasilini bizə verib nə? 2. Biz bunların hər birini tərəf-tərəfə vururuq. Hamısını vururuq. Yazırıq nə? AB vur BC vur CA bərabərdir 8 vur 4 vur 2-yə. Bu da mənə verir nə? A-nın kvadratı, B-nin kvadratı, C-nin kvadratı. Bu da mənə verir nə? Bu da mənə verir 64-dür.
Bunun hər ikisinin kvadratı var deyə yazıram ABC-nin kvadratı bərabərdir 64. Nəyin kvadratı 64 verir? Bəli, 8-in kvadratı 64 verir. Buradan alıram ki, cavab sən demə neymiş? Cavab 8 imiş. Uşaqlar, video xoşunuza gəldisə bəyənməyi, kanala abunə olmağı unutmayın. İnanıram ki, çəkdiyim videolar sizin üçün faydalıdır, xeyirlidir. İnşallah ki, sizin dəstəyinizi gözləyirəm və siz də bu izahları öyrənərək summativlərdə, lise imtahanlarında, qəbul sınav imtahanlarında uğurlu nəticələr əldə etməklə məni də sevindirin və mən də çox şad olaram ki, sizin uğurlu nəticənizdə az da olsa bir pay sahibi olaram. İşiniz abad olsun, hələlik.